Здравствуйте, дорогие зрители, дорогие ученики. Добро пожаловать на мой канал «Уроки русского языка». Надеюсь, у вас все хорошо. Мы с вами продолжаем наши уроки из новой книжки 2 класса. Сегодня будем разбирать 6-й урок. Это уже 2-й раздел. Мы 1-й раздел с вами закончили. Это уже начинаем 2-й раздел и 6-й урок. Тема наша называется «Незабываемый день». Сначала по картинке будем отвечать на вопросы. Это наше первое задание, а затем сделаем следующие задания. Давайте приступим. Salam əziz izləyicilərimiz, əziz tələbələrimiz. Xoş gəlmisiniz mənim Rus dili kanalıma. Ümidvaram sizdə hər şey yaxşıdır. Biz sizinlə davam edirik dərslərimizə. 2-ci sinifin yeni versiya kitabıdır. Və bugün 6-cı dərsimizdir və bu artıq 2-ci bölmədir. Biz 1-ci bölməni bitirdik. Bu artıq 2-ci bölmədir, 6-cı dərsdir. Mövzumuzun adı unudulmayan gündür. Birinci tapşırığımız odur ki, şəkilə baxıb ona uyğun suallara cavab verəcəyik. Gəlin başlayaq. Первый вопрос. Что вы видите на картинке? Deyir, siz şəkildə nə görürsünüz? Мы видим природу deyə bilərik. Təbiəti görürük, amma əsas bizdə vacib olan burada bir şey var. Biz Şuşa şəhərinin girişini görürük. Yəni Şuşa şəhərinin qapılarını görürük və yaxud da qalasını görürük. Мы видим город Şuşa. Şuşa şəhərini görürük, belə deyə bilərsiniz və yaxud da вход в Şuşu, двери Şuşи, двери qapılar, Şuşa qapılarını. Это город Şuşa. Мы видим на картинке город Şuşa. Второй вопрос. Сколько цветов на флаге Azərbaycana? Deyir, Azərbaycan bayrağında neçə rəng var? Deyirik ki, на флаге Azərbaycana 3 цвета. 3 deməkdir, цвет də rəng deməkdir. На флаге, флаг bayraqdır, Azərbaycanı bilirsin. На флаге Azərbaycana 3 цвета. Третий. Какой это город? Deyir, hansı şəhərdir? Это город Şuşa. Deyə bilərik, это красивый город. Gözəl şəhərdir. Что мы празднуем 8 ноября? Biz deyir 8 noyabr nəyi qeyd edirik? Мы празднуем День Победы. Bu sözlər götürürsünüz, biz qeyd edirik. День Победы qələbə günü deməkdir. День Победы. Второе задание. Прослушайте, повторите. Burada yəni qulaq asırsınız, dinləyirsiniz və təkrar edirsiniz. Задание 3. Укажите картинки, название которых отвечает на вопрос «кто». Burada «кто», yəni kim sualına cavab verən şəkilləri göstəririk. Значит, солдат. Кто солдат? Кто мальчик? Və yaxud da ученик. Yəni, bu iki şəkil ancaq кто sözünə aid eləyə bilərik. Задание 4. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Eyni tipli tapşırıqlarda hamısı, yəni dialogu oxuyuruq, ona uyğun da siz dialog qurursunuz. Так, первый диалог. Ребята, вы знаете, как наша армия освободила город Шуша? Uşaqlar, siz bilirsiniz bizim ordumuz Şuşa şəhərini necə azad eləyib? Да, знаем. Bəli, bilirik. Кто объявил 8 ноября праздником Победы? Kim 8 noyabrı qələbə günü elan etdi bayram olaraq? Наш президент Илхам Алиев. Bizim prezidentimiz İlham Əliyev. Что он часто говорит? O nəyi tez-tez deyir? Qarabağ это Azərbaycan. Yəni Qarabağ Azərbaycandır. Дальше. Рамиль, кого ты видишь на картинке? Рамиль, sən kimi görürsən şəkildə? Жаля, это наши воины. Жаля, bu bizim ordumuzdur və yaxud da əskərlərimizdir deyə bilərsən. А ты пойдешь в армию, когда вырастешь? Bəs sən orduya gedəcəksən, nə vaxt ki böyüyəcəksən, böyüyəndə? Да, я тоже хочу защищать родину. Bəli, mən də vətənimi qorumaq istəyirəm. Мы любим нашу родину. Biz öz vətənimizi sevirik. Мы гордимся нашей армией. Biz öz ordumuzla qürur duyuruq. Burada valideynlər gördüyünüz kimi çox gözəl ifadələr var. Onları mütləq uşaqlar təkrar etməyə çalışsın. Məsəl üçün, я хочу, mən istəyirəm. Sonra, мы любим, biz sevirik. Мы гордимся, biz qürur duyuruq. Rodina, vətən sözü. Yəni bunlar vacibdir. Bunları uşaqlar çalışın, onlarla da buna oxşar dialoqlar qurasınız. Задание 5. Укажите картинки, название которых можно заменить словом «оно». Определите их. İndi bugün dərsimizdə isə «оно» sözünün əvəzini tapmalıyıq. Burada hansı sözlə onu əvəz eləyə bilərik? Biz sizlə on keçdik. Kişi cinsi üçün o deməkdir.
Ano keçdi, ana keçdi, qadın cinsi o deməkdir və indi orta cinsi keçirik. Ano. Bu biraz ingilis dilinə oxşuyur əslində. İndi ikinci sinif uşaqları böyük ehtimal ingilis dilindən bunu bilərlər. Necə ingilis dilində var? He, she, it. Yəni o oğlan üçün, o qız üçün və o cansızlar üçün və yaxud da demək heyvanlar üçün. Bu da biraz ona oxşuyur. Çünki Azərbaycan dilində təəssüf ki, bir dənə sözdür, odur. Yəni cinslərə bölünmək yoxdur. Yəni əslində yaxşıdır o. Rahatdır, daha rahatdır. Yəni rus dilində bu cinslərə bölünmə olduğu üçün bizdə rus dilində həm kişi cinsi var, həm qadın cinsi var, həm də orta cinsi var. Kişi ilə qadını dedik. Kişi cins samitlə bitən sözlərə aiddir. Qadın cins aya ilə bitən sözlərdir. Orta cins bəs nədir? Anodur. Bax görürsünüz 3D hərf ano. Bu da o və y hərfləri ilə bitən sözlərdir. O və y iki dənə bu hərfdir. İstisnalardan hələ ki biz danışmırıq. İndi burada baxaq. Oblaka, baxın oblaka o ilə bitir, orta cinsdir. Demək bu bura aiddir. Ano sözü ilə əvəz eləmək olar və sonce. Sonce da y hərfi ilə bitir və bu da orta cinsə aiddir. Tetradi bu cəmdə olmaz. Malçık oğlandı, kişi cinsdə olmaz. Yəni oblaka, bulut, sonce, günəş. Bax bu iki sözü həm uşaqlar öyrənsinlər. Oblaka, sonce. Həm də bilsinlər ki bu orta cinsə aiddir. Запишите элементы буквы Е, Ё. Və iki dənə yeni hərfimiz keçirik. Y və yo hərflərini. Görürsünüz, özü də çox bir-birlərinə oxşayır. Sadəcə nöqtə ilə fərqlənirlər. Necə Azərbaycan dilində U, Ü, O, Ö var. Burada da eyni cür. Biraz bunlar çox oxşuyurlar. Y və yo. Bunları yeni həmişə uşaqlar Azərbaycan dilində bu E hərfi olduğu üçün həmişə çaşdırılır, amma rus dilində E hərfi başqadır. İndi görəcəksiniz. Axırda o da əlifbanın sonundadır o hərf. Orada görəcəksiniz. E hərfi var rus dilində. Bu iminə sırf Y-dir. Yəni tələbələrimin çoxusu demək olar ki, bu hərfə E deyirlər, amma yox. Bu hərf Y hərfidir. Sadəcə bəzi sözlərdə bəli E kimi səslənir. Çünki öz səsi yoxdur. Hərf kimi var, amma səs olaraq E hərfinin səsini verir. Amma bu Y hərfidir. Bu da yo hərfidir. Yo. Y, yo. Bunları da yazırsınız, öyrənirsiniz hərfləri. Aha, bu qədər. Bu dərsimiz oldu. Və növbəti 7-ci dərsdə görüşərik. Suallarınız olsa mütləq yazıb soruşarsınız. Sağ olun, uğurlar. До свидания, дорогие студенты. Увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.